Değerli izləyicilər, yenicə əldə etdiyimiz bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, ötən gün jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında Bakıda 6 sayılı uşaq klinik xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən fotolar paylaşmışdı. Görüntülərlə bağlı açıqlama almaq üçün First News az olaraq təbibə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, sözü gedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir deyə təbibin açıqlamasında bildirilib. Bəs siz bu barədə nə düşünürsünüz? Rəy bölməsində fikirlərinizi gözləyirik.